Sözünüzü təqdim edin. Etibar Cəbrayıloğlu İsmailov. Təvəllüdünüz? 1967 dekabrın 11-i. Hansısa bir siyasi partiyanın üzvüsünüz? 1990-cı ildən bu günə qədər hansı təzyiq növünə rastlaşmısınız? Bir peşə fəaliyyətinizlə bağlı. Anonim zənglər olub sizə qarşı? Yazılar, döyülmə halı? Döyülmə halda yoxdur. Nələr olubmu yazınıza görə? Yox. Peşə fəaliyyətinizlə bağlı bu günə qədər ümumiyyətlə sayı bilirsinizmi nə qədər təzyiqlə məruz qalmısınız? Yox, mən konkret bir dəfə olub. Neçənci ildə? 2000-ci ildə də avqustda həbs olmuşam 3 gün Naxçıvanda. Səbəbi nə idi konkret o barədə? Təyyarə qaçırılmışdı Naxçıvanda. Müsavat Partiyasının Zulfar rayon təşkilatının sədri Mehdi Hüseynli təyyarə qaçırılmışdı. Bizə həmin məlumat gələndə mən onda yeni Müsavatda şöbə müdürüydüm, informasiya şöbəsində. Mən özüm təklif elədim baş redaktordan ki, bəlkə mən gedim Naxçıvana, oradan bir reportaj yazdım da bu adam haqqında, bu hadisə necə olub. Yəni bu sıradan Azərbaycanda təyyarə qaçırılması olmamışdı indiyə kimi. Bir gün sonra Naxçıvana uçdum, getdim ailəsi ilə görüşdüm, şəkillərini götürdüm, bu hadisə necə olub, ailəsi ilə danışdım. Gəldim Bakıya yola düşəndə Naxçıvan aeroportunda təbii ki, bir jurnalist marağı məni cəlb elədi ki, bu aeroportun da şəklini çəkim də hadisə burada. Şəkil çəkəndə gəldilər, mənə saxladı polis. Əslində təzyiqlər, təhqirlər də orada oldu, yəni həmin moment. Məni apardılar Naxçıvandakı təzyiqxanaya. Və 3 gün tamam olan kimi məni gətirdilər prokurorluğa, oradan da sənədlərimi qaytardılar, yola saldılar. Bu hadisənin baş verdiyi şərait informasiya aldığınız zaman olub, hə? Hə, ancaq peşə fəaliyyətinə bağlı. Hadisənin şahidlərindən kimlər var? Polis əməkdaşı var idi. Yerli müsavatçılar hansı gəlmişlər mənə aeroporta ötürməyə, yəni onlar bilirdilər mənə. Təzyiqin hansı nəticələri olub sizə? Səhətinizi? Yox, mən belə səhətimlə bağlı problemim, o da korrekt davran. Tutulana qədər söyüş, təhqir oldu, amma saxlananda artıq təcridxanaya gedəndə belə konkret təzyiq olmadı. Qəzetinizdən, yəni yeni müsavatdan hansı mənəvi dəstək, hüquqi dəstək aldınız? Mənəvi dəstək aldım da. Başqa kimlər tərəfindən sizin şərəf və ləyaqətiniz təhqir olunmayıb ki? Yox, bir dəfə də Yeni Azərbaycan Partiyası rəsmi müraciət edib məhkəməyə verilir. Yəni 5-6 jurnalist vardı o vaxt. Mənim də adım o siyahıdadır. O 2003-cü ildə. Hansı rəsmi quruma müraciət elədiniz siz? Məhkəməyə, prezidentə? O işləri redaksiya elədi. Sizin sığortanız olubmu? Yox. Hansı yardıma ehtiyacınız var? Şəxs olaraq da bir jurnalist. Mən istəyirəm ki, burada fəaliyyətimizə mane olmasın. Bir də informasiya versin. Fəaliyyətinizi ondan sonra davam elətdirirsiniz. Əməkdaşlıq elədiniz, KİV-lə başı, deməli KİV-in hansı problemi var bu günlər? Əsas problem rəsmi strukturlardan informasiya almaq, araşdırma aparmaq. Zəhmət olmazsa koordinatlarınızı 510 2104 redaksiya nömrəsi. Hə, 535 32 55.